Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala işlerinizi avan dilesin. Gelecek günlerinizi değerli, hayırlı, bereketli, hatasız, belasız eylesin inşallah. Bugün inşallah dəstəmaz vaxtı, yəni dəstəmaz alanda o ki müstəhəbbi dualar oxunur, onları sizə deyəcəyəm və eyni zamanda onların tərcüməsini deyəcəyəm. Belə ki, təyammüm etməyində görüm çatdıra bilsəm, qaydalarını sizə deyəcəm Allahın izni ilə. Dəstəmaz vaxtı müstəhəbbi olan dualar. Müstəhəbbidir ki, dəstəmaz alan şəxsin nəzəri suya düşəndə desin. Yəni, bunlar vacibdir, müstəhəbbidir. Müstəhəbb odur ki, yəni bu sözlər əslində hamısı duadır. Allah Teala'dan istəkdir. Yəni, de söz fəzilətli olar, yaxşı olar, bəyənilmiş olar. Bismillahi və billahi vəlhamdülillahilləzi cəğələl ma'ə təxurən və ləm yəcğəlhu nəcisa. Mən bir qədər yavaş-yavaş deyəcəm. Yəni, ola bilər ki, yazmaq istəyən ola. Ona görə bir qədər yavaş-yavaş deyəcəyəm. Bismillahi və billahi vəlhamdülillahilləzi cəğələl ma'ə təxurən və ləm yəcğəlhu nəcisa. Allahın adı ilə həmd olsun Allaha ki, suyu pak edici qərar verib, nəcis qərar vermədi. Dəstəmazdan qabaq əllərini yuyanda belə deyəcəksiniz. Allahümmə cəğəlni minət təvvabinə və cəğəlni minəl mütəhhirinə. İki dənə hıdır, mütəhhirinə. İlahi, yəni məni tövbə edənlərdən, pak olanlardan qərar ver. Ağzında suyu dolandıranda, insan dəstəmaz olanda əvvəl suyu alır da, ağzını yaxalamaqdan ötəri. Dolandıranda, yəni məzməzə edəndə desin. Allahümmə ləqqini hüccəti yevmə əlqəkə və ətlik lisani bizikrikə. Yəni, ilahi, səninlə görüşdüyüm gün hüccətimi mənə təlqin et və dilimi sənin zikrinlə danışdır. İstinşaq edəndə, yəni suyu burnuna çəkəndə, suyu ağzına alanda, eyni zamanda burnuna belə çəkirsən. Vaxt belədir. Allahümmə la tuharrim ələyyə rihəl cənnəti və cəğəlni mimmən yəşummu rihəha və rəvhəha və tibəha. Yəni, ilahi, mənə cənnət iyini haram etmə və məni cənnətinin iyini iləyənlərdən qərar ver. Üzünü yuyanda de. Allahümmə bəyyiz vəchi yevmə təcvəddu fihil vücuh və la tusavvid vəchi yevmə təbiyyəzdu fihil vücuh. İlahi və Rəbbi, üzlərin qara olduğu gün mənim üzümü ağart və üzlərin ağ olduğu vaxt mənim üzümü qaraltma. Üzü yuvanda elə bil suyu atırsan, alın tərəf və bura. Tük qutaran yerdən yuyulmalıdır. Bir qədər də əli yuxarıdan islatmalısan ki, bilinsin ki, yəni hər yer islandı. Eyni zamanda üzün də bir qədər kənardan. Əslində bu uzun barmaqla, orta barmaqla, baş barmaq həcmində yuyulmalıdır. Amma bir qədər kənardan yuyursan ki, yəqinlik hasıl olsun ki, üzümü mən tamam yudum. Ta çənəyin altına qədər. Bir qədər də aşağı eləsin, daha yaxşı olar.
Ama vacibi olan yerler çənəyə qədərdir, bura qədər. İlahi və Rəbbi, üzlərin qara olduğu gün mənim üzümü ağart və üzlərin ağ olduğu vaxt mənim üzümü qaraltma. Sağ əlini yuyanda, sağ əlini, yəni suyu buradan, dirsəkdən tökülür, bir qədər də əli yuxarıdan eləməlisən. Yəni yəqinliyin olsun ki, tamam, lazım olan hissələr İslamdır, ta bunu ilə çəkirsən. Və belə çəkdin, tamam, istatdın. Sağ əlini yuyanda deyirsən, Allahümmə ətini, 2 dənə ədir, ətini kitabı, bi yevmini vəl xuldə fil cənani, bi yəsari və hasibni xisabən yəsira. Yəni, ilahi, mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı mənə əta et və mənim hesabımı yüngül hesablardan qərar ver. Sol əlini yuyanda, sol qolu da yuyanda yenə də dirsəkdən belə tökürsən, dirsəkdən bir qədər əli yuxarıda aparırsan. Yəqinliyin olsun ki, su lazım olan, vacibi olan yerlərin hər bir yerinə dəydi, ta barmaqların ucuna qədər. Allahümmə la tu'tini kitabi bi şimali və la min vərai zəhri və la təcəlha məğlulətən ilə unuqi və əybikə müqəttiatin niran. İlahim, mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə. Mən odun parçalarından, yəni cəhənnəmin otunun parçalarından sənə pənah aparıram. Başına məhz çəkən vaxtda belədir. Qanunla başa barmağın ucunun, yəni orta barmağın ucu qədərində vacibdir ki, yəni tük qutarandan ta bir barmaq yuxarı vacibdir ki, istansın. 3 barmaq həcmində risalələrdə göstərişdə var, istanmalıdır. Amma bir qədər də geniş olsa daha yaxşı olar. Tük qutarandan əlini çıxardırsınız belə yuxarı. Da qaşıva yadıva dəyməməlidir. Yəni tük qutarana qədər buradan tamamlanıb əl çıxmalıdır. İlahi, mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə. Mən otun parçalarından, yəni cəhənnəm otunun parçalarından sənə pənah aparıram. Başına məhz çəkən vaxtda belə deyirsən. Allahümmə qəşkini bi rəhmətikə və bərəkatikə və əfvikə, yəni ilahi və Rəbbi, məni öz rəhmət, bərəkət və əfvinlə ört. Ayağına məs edəndə belədir. Allahümmə səbbitni ələ sirati yevmə təzillu fihil əqdamu vəcəl səyi fîmâ yurzikə ənni yazəl cəlali vəl ikram. İlahi və Rəbbi, qədəmlərin lərzəyə gəlib sürüşdüyü gündə məni siratda sabit qədəm et və səyimi sənin məndən razı olduğun şeylərdə qərar ver. Ey cəlal və ikram sahibi. Ayaqların üstünə çəkəndə elə bil ki, bu ayaqdır. Barmaqların ucun, belə eləyirsən, ucundan dəysin su. Sonra üstündən ta ayağın o dik yeri ki var, həmən yerə qədər çəkməlisən, 3 barmaq həcmində yenə də islanmalıdır. Sağ əlinə, sağ qıçığın üstünə çəkirsən, sol əlinlə də yenə barmaqların ucuna belə nəmləndirirsən, sonra üstünə çəkirsən. Bu oldu ayağında məssi. İndi isə bir qədər də təyəmmüm haqqında sizə burada yəni qeyd etmişəm, onu da nəzərinizə çatdırım. Əgər şəxs su tapa bilməsə, ya su ona zərər etsə, onda namazı təyəmmüm ilə qılmalıdır. İndi təyəmmüm qanunu sizə deyəcəyəm. Təyəmmümün səhih olduğu şeylər, təyəmmüm torpağa, quma, kəsəyə, daşa, pak olsalar səhihdir. Yəni həmən bu torpaq, qum, kəsək, daş, pak olsalar səhihdir. O cümlədən kəc daşına, əhəng daşına, qara mərmər daşına
səhidir. Amma əqiq və firuzə, cəvahirlərə təyəmmüm etmək batildir. Ehtiyatı vacib bişmiş əhəngə və kəcə də təyəmmüm edilməsin. İrəlidə deyilənlər olmasa palaz xalça üstündə olan, yəni onu çırpırsan, ələ gələn o tozlara təyəmmüm etmək olar. Toz da tapılmasa palçığa təyəmmüm etmək olar. Bunların heç biri ələ gəlməsə namazı təyəmmümsüz qılmaq olar. Amma ehtiyata əsasən sonra qəzasını gərək yerinə yetirəsiniz. Təyəmmümün qaydası isə belədir. Təyəmmümdə 4 şey vacibdir. Birinci, niyyət etmək, yəni belə desin, dəstəmaz və ya qüsüldən ötəri və ya qüsül əvəzində və ya dəstəmaz əvəzində təyəmmüm edirəm. Vacib qürbətən ilallah. Sonra iki əlinin içini zərbə ilə irəlidə adları çəkilən şeylərə, məsələn, toprağa vurub, əllərindən toprağı çırpandan sonra əllərinin döşünü, yəni içəri hissəsini alnının tük bitən yerindən qaşlara qədər və burnun üst tərəfinə çəkmək lazımdır. Yəni bu tük qutaran yerdən buradan elə bir ki, iki əllərinizi belə birləşdirdiniz, bunu oyu. Tük qutaran yerdən qoydunuz. Düz belə çəkirsiniz, ta burada burnundan çıxardınız. Ehtiyat-ı vacibə görə əllər qaşların da üstünə çəkilməlidir. Yəni barmaqlar qaşları da üstündən keçməlidir aşağı, qaşlara da çəkilməlidir. Ta o yerə kimi ki, barmaqların ucu qaşlarına çatsın və qaşlara da əl çəkilsin. Dediyim kimi də qaşlardan da bir qədər keçsin ki, yəqinlik olsun ki, qaşlara da həmən o toprağın tozundan dəydi. Sonra sol əlin içini, sağ əlin üstünün hər yerinə, yəni belə qanunla bu büküydən qoymalısan. Amma elə eləməlisən ki, buradan ki çəkəndə bu barmaq bir qədər yuxarıdan olsun ki, yəni yəqinlik olsun ki, hər yerə əlini çəkdir. Düz belə çəkirsən, buradan dümbədüz çıxardırsan. Bu sol əlindən sağ əlin üstünə. Sonra sol əlin içini, sağ əlin üstünü hər yerinə və sağ əlin içini sol əlin üstünə eyni qayda ilə çəkirsən. Yəni indi ki, bu sağ əli bunun üstünə, bu bükülən yerdən belə ki qoydun, belə çəkəndə bu barmaq bir qədər yuxarıdan bura qoyursan ki, yəni yəqinlik olsun. Yine dediyim kimi, ta bunu ilə düz çəkirsən. Burada barmaqların arasına ehtiyac yoxdur. Fəqət üstü, yəni üstünə çəkməlisən. Yəni təzədən əllərini toprağa vurub, həm üzünə, həm də əllərinə çəksin. Yəni ikinci dəfə yenə təzədən əlləri yerə vurursan, eyni ilə qaşlarının yanından deməli çəkdin, sonra sağ əlivə, sonra da sol əlivə çəkirsən. Burada təyəmmüm qurtardı. Əllərin üstünə məhz edəndə bərai ehtiyat, əllərin üstünün hamısına məhz edilməsinə yəqinlik etmək üçün biləkdən bir qədər yuxarı hissələrə də dediyim kimi də bir barmaq heç olmazsa həmən o ki qoydum əlimi, ondan bir barmaq yuxarıda bu əli belə yapışdırırsan, ondan sonra düz çəkirsən. Etmək lazımdır. Amma barmaqların aralarına məhz etmək lazım deyil. Müstəhəbbidir ki, əlləri üzə və əlləri çəkəndə, bunları yəni eləyəndə, hər birini eləyəndə salavat çəkmək lazımdır. Bugünkü söhbətimiz hələlik bu qədər. Bununla da bugünkü söhbətimi tamamlayıram və sizi Allaha tapşırıb sizdən ayrılıram. İnşallah gələn söhbətimdə Allahın köməyinə sübh namazının qılınma qaydasını sizə deyəcəyəm. Bir-iki dənə söhbət edəndən sonra elə bilməyin ki, İmam Hüseyin əleyhissalamın söhbətini daha etməyəcəm. Demişəm də İmam Hüseyin əleyhissalamın söhbətin ta Allah lənət eləsin,
İbn Ziyad məluna, Yezid Pəlid məluna, əsirləri ta aparacaqları Şama, orada xaraba məsciddə onlar qalacaq. Orada Yezid Pəlid peşman olacaq, onları buraxacaq. Ta yenidən onlar Kərbəlanı da gedib İmam Hüseyin əleyhissalamı ziyarət eləyəcəklər və Mədinə-i Münəvvərəyə daxil olana qədər olan söhbətləri tədricən inşallah sizə edəcəyəm. Allahın izni ilə, Allahın köməkliyi ilə. İndi isə sizi Allaha tapşırıb sizdən ayrılıram. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Allah din yolunda çəkdiyiniz zəhmətləri hədər etməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.